Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən Füsalə müəllimə ilə birlikdə 3-cü sinif Azərbaycan dili 1-ci hissə səhifə 75-in izahına baxacağıq. Uşaqlar, başlamamışdan qabaq həmişə kimi xatırladım, kanala abunə olmağı və bəyənməyi unutmayaq. Baxıram ki, xeyli sayda baxış gəlir, amma ki bəyənmək yaddan çıxır. Zəhmət olmasa uşaqlar, bir dənə oradan bəyənməyə də basaq, yaddan çıxmasın. 3A tapşırığına baxaq. Verilmiş cümlələrdə necə sualına cavab verən sözləri müəyyən edin. Gəlin bir yerdə baxaq əziz uşaqlar. Pingvinlər yüksək bir qayanın üstünə çıxdılar. Uşaqlar, necə bir qayanın üstünə çıxdılar? Yüksək. Dəniz filinin iri, qara gözləri və uzun bığları var idi. Uşaqlar, necə iri, necə qara, necə uzun? Deməli, bu sözlərdir. 3-cü tapşırığa baxaq. Pingvin dünyaya gələndə qəhvəyi rəngdə olur. Necə qəhvəyi? Pingvinlər buzun üzərində sevimli balalarını gördülər. Necə balalarını? Sevimli balalarını. 5-ə baxaq. Xeyirxah delfinlər şən səslər çıxardılar. Necə səslər uşaqlar? Şən səslər. Deməli, necə sualına cavab verən sözlər hansı oldu? Yüksək, iri, qara, uzun, qəhvəyi, sevimli və şən sözləri necə sualına cavab verdi. Demək ki, artıq biz 2-də uşaqlar deyirdik ki, əlamət bildirən sözlər. Amma indi artıq böyüdüyümüzə görə deyəcəyik sifət. Varlığın əlamətini və keyfiyyətini bildirən sözlər sifət adlanır. Əlamət varlığın xarici görünüşü ilə bağlıdır. Keyfiyyət isə gözlə görmək mümkün olmayan. Yaxşımı? Əlaməti gözümüzlə görürük. Bu cür yadda saxlayaq. Amma keyfiyyət gözlə görünmür. Və sifətin suallarda hansı olur uşaqlar? Necə, nə cür, hansı? Bax, mən deyəcəm ki, balaca qız, düzdür? Balaca qız əlamətli keyfiyyəti, əlbəttə ki, əlamətli. Çünki qızın balacalığını gözlə görmək olur da. Amma desəm, savadlı qız, cəsarətli qız, əlbəttə keyfiyyət bildirəcək. Çünki gözlə görmək olmur onu. Getdik tapşırıq B-yə görə bizdən nə istəyir? Nöqtələrin yerinə keyfiyyət bildirən sifətlər seçib yazmaqla cümlələri köçürün. Uşaqlar, baxaq birinci cümləyə. Mən bacıma bizdən keyfiyyət bildirən sifətlər soruşduğu üçün, demək gözlə görülməsi mümkün olmayanları seçəcəyik. Mən bacıma maraqlı kitab bağışladım, düzdürmü? Qalın desəydim, gözlə görülməyi mümkündür də, əlamət olacaqdı. Amma maraqlı kitab bağışladım. O hələ oxuyandan sonra biləcəkdi, o maraqlı olmadığını, düzdürmü? Demək ki, bu nədir? Keyfiyyətdir. 2-yə baxaq. Müəllim çalışqan şagirdləri yarışa göndərdi. Seçdiyi çalışqan şagirdləri göndərdi. Ucaboy olsaydı uşaqlar əlamət olardı da, gözlə görülərdi. 3-ə baxaq. Mahir yumşaq kresloda əyləşdi. Qara rəng bildirir, əlamət bildirir. Düzdür uşaqlar? Görürük də gözümüzdən. Ona görə də götürə bilmərik. Çiçəklər bağçaya yaraşıq verirdi. Ətirli çiçəklər bağçaya yaraşıq verirdi. Otağın küncünə möhkəm çarpayı qoyulmuşdu. Ağ deyə bilmərik, çünki ağ əlaməti gözümüzdən görürük. Getdik tapşırıq C-yə. Cümlələrdəki keyfiyyət bildirən sifətləri əlamət bildirən uyğun sifətlərlə əvəz edin. Gəlin baxaq. Birinci cümləyə. Külək dadlı almaları yerə tökdü. Nə deyəcəyik uşaqlar? Deyəcəyik külək qırmızı almaları yerə tökdü. Dadlının əvəzinə. Nənə şirin kökələr bişirdi də. Şirinin əvəzinə deyəcək ki, nənə yumru kökələr bişirdi. Balaca Əsli ağıllı qızdır. Əvəzinə deyəcəyik ki, balaca Əsli gözəl qızdır. Səməd cəsarətli oğlandır. Əvəzinə deyəcək ki, Səməd ucaboy oğlandır. Acgöz canavar tələyə düşdü. Acgözün əvəzinə deyəcək ki, boz canavar tələyə düşdü. Bax, belə uşaqlar. Hələlik.